Salam mənim kanalımızın elçiləri. Bura Malakan bağıdır. İki adım bilmirəm nədir. Əvvəllər bu plaşatkada əməlli başlı uşaqların aktiv inkişafı üçün sallancıqlar, həlqələr, demək olar ki, idman konstruksiyası var idi və maraqlı. İndi çox kəsad bir vəziyyət qalıb, işlə yerlənəcək. Sözümün canı onda deyil. Biz rayon adamları öyrəşmişik də, harasa getdik. Yemək olsun üstümüzdə, qida olsun, mütləq ki. Uşaqları bura tez-tez gətirərdim. Və mütləq də ki, bulkudan, peraşkidən, zatdan nəysə alardım. Nəysə, uşaqlar oynayır burada. Uşaqdırlar da, hamısı Azərbaycan balasıdır, bir millətik. Mənim balam, onun balası, hamımız bir millətik. Uşağın biri mənim uşağımın əlindən gəldi ki, bulkunu ala. Mən də uşaqdılar da, onlar nə anlayırlar ki? Salafandan çıxartdım, bir dənə təzə bulki verdim. O övladımdan bulki istəyən uşağa. Və hələ bu dəmdə o yandan bir də geya podobni ata çıxdı. İsterika saldı ki, sən mənim övladıma niyə bulki verdin filan məsələn. Dedim, kişi, o da mənim balam uşağımın əlindəki uşağımın ağzına dəyib. Ondan olmaz ki, ona görə təzəsini verdim. O elə qadın aksenti ilə üstümə qışqırdı ki, sən nə bilirsən, bəlkə onun şəkəri var, sən ona bulki olmaz filan məsələn. Və bəli, nə qədər də geya podobni olsa o, düz deyirdi. Mən nə qədər biz istiqanlığımızdan, çox istəməyimizdən, o da mənim balam bir dənə də bulki ona ver, olmaz. Olmaz. Düz deyirdi.